أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefkahu qavli. Möhtərəm müminlər, möhtərəm müminələr, Allah bu mübarək cümə gününü hamımız üçün xeyirli, bərəkətli, uğurlu qərar versin. Bu gözəl günün feyz və bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi Allah rəhmət eləsin. Allah xəstələrimizə, xüsusən duaya ehtiyacı olan xəstələrimizə tezliklə şifa inayət eləsin. Əlacı olmayan xəstəliklərlə bizləri imtihan eləməsin. Müşküllərimizi, problemlərimizi Allah öz Allahlığına xatir, böyüklüyünə xatir həll eləsin. Darda olanlarımıza tezliklə nicat versin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri onun zuhuruna hazır olanlardan, qəlbini razı salanlardan qərar versin inşallah. Hamımızın aqibətini, ahirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edin. Əzizlər, insanlar həm cəmiyyətdə, həm də Allahın yanında öz elədikləri əməllərlə tanınırlar. Cəmiyyət, insanlar, möminlər bir-birlərinin güzgüsüdür və Allah da bütün əməllərimizə şahiddir. İnsanlar həm bir-birlərinin yanında və həm də Allahın yanında öz əməlləri ilə, öz etdikləri ilə tanınırlar. Yaxşı insanlar həm cəmiyyətdə, həm də Allah yanında öz etdikləri fədakarlıqlarla tanınırlar. Kimin fədakarlığı digərindən daha yüksəkdirsə, daha çoxdursa, o Allah yanında və cəmiyyətin nəzərində daha yüksək insandır, daha tanınmış insandır. Zaman-zaman insanlara, cəmiyyətə fayda verib, insanlığa fayda verib, nəyisə hətta icad edən insanlar. Onlar həmişə heç dinindən asılı olmayaraq bu günləri bizim üçün bu elektrik işığını, bizim üçün bu cihazları, hər nə varsa onlar ixtira edib, zəhmət çəkib, elminin bəhrəsi olaraq qoyub gediblər. Cəmiyyət onları nə edir? Tanıyır, cəmiyyət onlara təşəkkür edir. Cəmiyyət onların əziyyətlərini, onların zəhmətlərini təqdirə layiq hesab edib, həmişə onlara minnətdar olur. Allah yanında da, Allah qatında da, əziz qardaşlar, insanlar öz əməlləri iləndir, öz əməlləri ilə tanınır. Bu günləri müxtəlif insanlar cəmiyyətdə müxtəlif əməllərinə görə, fədakarlıqlarına görə tanınırlar. Allah yanında da hərə öz əməlinə görə tanınır. Lakin bu insanların içində həm cəmiyyətdə və həm də Allah yanında ən çox tanınan
və ən çox əziz hesab olunan, üstün hesab olunan kimdir? Şəhiddir. Niyə? Çünki şəhidlik Allah yolunda canın fəda eləməkdir. İnsan bir var malını verir, pulunu verir, vaxtını sərf edir, müxtəlif işlər görür. Lakin bütün bu fədakarlıqlar can fədası ilə nədir? Eyni səviyyəyə gələ bilməz. Bir insan vaxtını sərf edir, bir insan pulunu verir, bir insan öz sənətindən, peşəsindən cəmiyyətə töhfələr verir, bir usta, bir sənət əsəri qoyur. Bunlar hamısı təqdirə layiqdir, gözəldir. Lakin ağıllı insanların nəzərində də, Allahın yanında da fədakarlıqların ən üstünü odur ki, sən öz ruhundan, öz canından Allaha xatir keçirsən. Bundan o tərəfəsi yoxdur. Ona görə də dəfələrlə buradan, bu mənbərdən məndən eşitmişsiniz ki, məqamların ən yüksəyi şəhidlik məqamıdır. Bütün rütbələrdən üstünü var, lakin Allah yolunda insanın şəhadət məqamına çatandan sonra elə bir məqamdır ki, ondan üstün məqam yoxdur. Elə ona görə də, bu girişdir mənim söhbətim üçün. Elə ona görə də Həzrəti Əli əleyhissalatu vesselam deyir, Allah yolunda 1000 qılınc zərbəsi ilə ölməklik, 1000 qılınc zərbəsi ilə ölməklik yorğan döşəkdə əcəllə ölməklikdən 1000 dəfə mənə daha yaxşıdır. Mənim üçün daha sevimlidir. Qoy mənə 1000 yara dəysin. Qılıncla Allah yolunda şəhid olum, amma yataqda ölməkdən bu nədir? Daha üstündür. Niyə? Çünki Allah şəhidə axirət üstünlüklərindən əlavə dünya üstünlükləri verib. Onlardan da biri budur ki, şəhid heç vaxt yaranın acısını hiss eləmir. İndi biz deyirik ki, vay filan kəs şəhid oldu, parça-parça oldu. Allah ona lütf edib, o onu hiss eləmir. Həzrəti Əli deyəndə mənə 1000 qılınc zərbəsi dəyməsi mənim üçün yataqda ölməkdən daha yaxşıdır. Bu nə deməkdir? Yəni, Allah yolunda o 1000 qılınc zərbəsini İnsan o şəhidlik məqamında, o Allah yolunda, cihadında hiss eləmir. Allahın şəhidə verdiyi lütflərdən biri budur. Ona görə də baxın, hədisləri eşidəndə ki, insan dünyadan köçüb gedəndən sonra birdən əgər desələr ki, sən yaxşı insan, məsələn, müsbət insan getdi, yeri yaxşıdır. Desələr, qayıtmaq istəyirsən geriyə, yenidən dünyaya, şəhiddən başqa bunu heç kim qəbul eləməyəcək. Yəni sən, mən, adi, əcəli ilə ölən insanlar dünyadan köçüb gedəndən sonra birdən onlara desələr ki, geri dönmək istəyirsən, heç kim geri dönmək istəməz. Yeganə hədis-i şərifdir, şəhid geri dönmək istəyər. Niyə? Çünki o şəhadət məqamında o şəhidlik şərbətini içən zaman daddığı ləzzət, yaşadığı həzz, biz onu yara kimi görürük. Ona elə ləzzət eləyib ki, o istəyər ki, geriyə dönsün, yenidən o həzzi, o ləzzəti yaşasın, yenidən gəlsin, daha da uca məqama nədir? Sahib olsun. Diqqət edirsiniz. Ona görə, əziz qardaşlar, şəhidlik məqamı ən uca məqamdır. Mən şəhidlik məqamı barədə, şəhidlər barədə çox danışmışam. Və dəfələrlə də bu sözü demişəm, yenə də təkrar deyirəm. Ona görə böyük kişilər, Həzrəti Əli kimi, Əlidən böyük kişi var, Peyğəmbərdir, sonra Əlidir də, belədir. Əli kimi şəxsiyyətdir, əcəllə ölməklik mənə yaraşmır. Ona görə böyük kişilər heç vaxt yataqda ölməyi özlərinə yaraşdırmayıblar. Həmişə dua ediblər ki, ilahi, nə qədər mənə ömür vermirsən, ver, amma sonumu nə elə? Şəhadətlə tamamlamağı mənə nəsib elə. Nə də bu? Ona görə elə bir şərbətdir ki, onu ancaq onu içən onun dadını bilər, ləzzətini bilər. Adi insan onu bilə bilməz. Biz nəzəriyyə kimi danışırıq ancaq o barədə. Əzizlər, Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah əskər balalarımızı düşmən şərrindən, hiləsindən, gülləsindən hifz eləsin inşallah. Allah bir daha bizə müharibə odu göstərməsin. Bütün dünyamıza əmin-amallıq versin inşallah. Allah bütün İslam şəhidlərini rəhmət eləsin inşallah. Diqqət edin, əziz qardaşlar.
Allahın lütfü və inayəti, rəhməti o qədər genişdir ki, Allah bəzən bəzi insanlara, onlar Allah yolunda, vətən yolunda, heç döyüşdə olmadan da Allah bəzi insanlara şəhidin məqamını verir. Allahın lütfüdür. Şəhid ki gedir, mübarizə meydanında, döyüş meydanında o qədər əziyyət, canını fəda eləyir. İnsan canından çox heç nə istəmir. Amma bir nəfər öz canından keçirsə, bu ən böyük fədakarlıqdır. Allahın lütfünün ən bariz nümunələrindən biri budur ki, Allah bəzən insana, istər kişi olsun, istər qadın olsun, bəzi insanlara heç döyüşdə iştirak etməsələr də belə şəhidlik məqamını verir, onun əcrini verir, savabını verir. Yəni bu günləri biz burada oturan insanlar müəyyən əməllərə diqqət etdiyimiz təqdirdə şəhidin məqamını əldə eləyə bilərik. Elə bilərik ki, o savabı əldə eləyək. Eləyə bilərik ki, müəyyən işlər görək, gördüyümüz müəyyən işlər nə eləyir? Bizi ucaldır. Ucaldır, Allah bizə nədir? Şəhidlik məqamını nə eləyir? Qismət edir. Əzizlər, mən nümunələr deyirəm. İndi bizi burada dinləyənlər həm kişilər, həm qadınlar, qoy hərəmiz öz vəzifəmizi bilək və çoxdur. Şəhidlik məqamını bizə verən, heç döyüşdə iştirak eləməsəkdə çoxlu əməllər var. Lakin kişilər üçün ən üstün əməl hansıdır? Qadınlar üçün ən üstün əməl hansıdır ki, bunları bilək və diqqət eləyək ki, biz heç döyüşdə olmasaydı, bu məsələlərə diqqət eləsək, elə bil ki, Allah yolunda cihad eləmişik və bu niyyətlə də əgər dünyadan köçüb getsək, nədir? Şəhid kimi dünyadan köçüb gedə bilərik. Kişilər hansı əmələ diqqət eləməlidirlər? Qadınlar nəyə diqqət eləməlidirlər? Birinci başlayıram kişilərdən, qardaşlar. Kişinin ən şərəfli vəzifəsi ailəsi üçün çalışmaqdır. Ən şərəfli vəzifə ailəsi üçün çalışmasıdır. Ki, Resulullah sallallahu aleyhi və alihi və səlləm deyir, Əl-kaddu ala iyalihi kəl-mücahidi fi səbilillah. Ailəsinin ruzusunu qazanmaq üçün çalışan kişi Allah yolunda cihad eləyən insan kimidir. Mücahid kimidir. Əskər kimidir. Səngərdə olan kimidir. Kim? Çörək qazanmaq üçün səhər durub məsuliyyət hiss edir ki, mənim övladlarım var, mənim öhdəliyimdə olan insanlar var, mənə ümidi olan insanlar var ki, mən onları nə eləməməliyəm? Kiməsə möhtac eləməməliyəm. Bugün bu ümidlə hər bir kişi ki, hər bir insan ki, yorğanından durur səhər, sübh eləyir, gedir bu niyyətlə çalışır, o Allah yolunda mücahiddir. Bu cür insan bu niyyətlə ailəsinin ruzusunu qazanmaq uğrunda ölüb dünyadan köçüb getsə, istər işdə, istər elə yatağında, Allah o kişiyə şəhidin məqamını verir. Qiyamət günündə o kişi şəhidlərlə bərabər yatağında ölüb. Usta işləyirdi, yıxıldı, binadan öldü. Amma qiyamət günündə gələcək şəhidlərlə bərabər olacaq. Qiyamət günündə onun ağası şəhidlərin sərvəri Əbi Əbdillahül Hüseyn aleyhissalatu vesselam olacaq. Niyə? Çünki Allah bu insana lütf edib şəhidlik məqamını verir ona. Diqqət edirsiniz, nə qədər uca bir əməldir. Niyə belədir? Çünki şəhid öz canını fəda eləməklə cəmiyyəti qoruyur. Sən də öz canını, zəhmətini ailəvə görə səhər durub axşama qədər çalışmaqla öz cəmiyyətini, öz kiçik cəmiyyətini, öz kiçik dünyavını eləmək istəyirsən, qorumaq istəyirsən, onu heç kimə möhtac qoymaq istəmirsən. Ona görə sən mücahidsən. Ona görə sən Allah yolunda nədir? Cihad eləyənlərlə eyni səviyyədəsən. Əgər bu niyyətlə ölsün, şəhidsən, buna heç şəkkin də olmasın. Gözəl bir rivayətdə, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm Təbük döyüşündən qaydanda, indi döyüşdən qaydanda insanlar, döyüşdə iştirak eləməyənlər gəlirlər, döyüşdən qaydanları, müharibədən qaydanları təmtəraqla qarşılayırlar da.
Yadınıza gəlir də biz də o təmtəraqla bizim döyüşdən qayıdan əskərlərimizi qarşılayırdık. İndi Peyğəmbəri qarşılamağa çıxırlar ki, Peyğəmbər döyüşdən qayıdır. Ənəs ibn Malik nəql edir bu rivayətidir. Peyğəmbər sallallahu aleyhi və səlləmi qarşılayanlardan biri Səd Ənsari idi. Yəni Mədinə əhlindən olan Səd adında bir kişi idi. Gəldi Peyğəmbərə, şükür Allaha ki, həmd olsun Allaha, ya Rasulallah, bu döyüşdən də üzü ağ qayıtdıq və qələbə ilə qayıtdım. Peyğəmbərlə görüşür. Peyğəmbər bununla görüşəndə bunun əlinin qabarları dəyir Peyğəmbərin əlinə. Deyir ki, Səd, sənin bu əlləri bu günə nə qoyub belə? Bu əllərin qabar-qabardır sənin. Deyir, ya Rasulallah, mən belə deyək də fəhlə babayam. Bellə, kürəklə, səhərdən axşama kimi çalışan adamam. Əllərimin qabarı çəkdiyim zəhmətin sayəsindədir. Mənim əllərimi bu günə bel qoyub, kürək qoyub, işim qoyub. Siz Allah bura diqqət edin. Deyir Peyğəmbər sallallahu aleyhi və səlləm onun əlini qaldırdı, öpdü onun əlini. Peyğəmbər o kişinin əlini öpdü və ona belə dedi: "Hadihi yedun la temussuhan nar." Bil, bu o əldir ki, heç vaxt od bu əli yandırmaz. Çünki zəhmətkeş əl Allah yanında dəyərlidir. Allah bu əli nə eləməz? Yandırmaz. Çünki sən ailən üçün durmuşsan, sənin əlin bu cür qabar bağlayıb. Peyğəmbər öpür o əli. Bu Sədin əlini ancaq Peyğəmbər öpmür. Bunu bil, hər bir zəhmətkeş kişi bilsin ki, halal zəhməti ilə ruzi qazanan, səhərdən axşama kimi gedib kiminsə cibinə girməyən, kiminsə malına göz dikməyən, öz zəhməti ilə səhərdən axşama kimi can verən, alının təri ilə halal zəhmətini qazananların əllərini Peyğəmbər öpür. Bunu belə bilin. Peyğəmbər bugün sənlə də görüşsəydi, sənin əlinin də qabarını görsəydi, öpərdi, gözünə üstünə qoyardı sənin əlini. Bu Sədin misalında bizim üçündür ki, bax, Allah yolunda ailəsi üçün zəhmət çəkən kişilər Allah yanında nə qədər dəyərlidirlər. Bunlar şəhidlərlə bərabər olan kişilərdir. Ona görə də kişinin ən şərəfli işi ailəsini düşünməkdir. Mən istəyirəm bir rivayət ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdəndir. Bunu da bizim diqqətli olmağımız üçün oxumaq istəyirəm bunu. Peyğəmbər deyir: "Məl'unun, məl'unun mən əlqa kəlləhu alən-nas. Məl'unun, məl'unun mən dayya'a mən ya'ul." Məl'undur, Peyğəmbər deyir. Yəni lənətlənib bu insan. Lənətlənib o insan ki, öz yükünü başqasının çiyninə qoyar. Allah sənə yük daşımaq üçün güc verib də. Belədir. Bütün işləri qoyursan, başqasından umursan. Başqasının əlinə baxırsan ki, Allah sənə əl verib, o xariqələr yarada bilən əl kimi sən də xariqələr yarada bilərsən. Sənin ona nə əskidiyin var? Qalmısan geridə, elə öz yükünü qoymusan, filan kəs mənə verər, mən yaşayaram. Filan kəs 5 manat verər, mən nəsə eləyərəm. Bu, həm zillətdir, həm də nədir? Peyğəmbər bu insana deyir, bu insan məlundur. Bilirsiniz məlun nə deməkdir? Lənətlənib, yəni nə deməkdir? Yəni, bu cür insanlara Allahın rəhməti şamil olmayacaq. Lənətlə rəhmət antonimdir, bizim qrammatik dillə desək. Rəhmətin əksi lənətdir. Peyğəmbər lənətləyir o kişini ki, o öz yükünü başqasının boynuna qoyur. Allah sana güc verib, çalış, bacardığın qədər, sən hərəkət elə, Allah sana bərəkət versin. Oturub gözləmə, eyib bil özüvə ki, sən kiminsə qapısına gedirsən, kiminsə qarşısına əl açırsan. Məlundur, lənətlənib o kişi ki, öz yükünü başqasının çiyninə qoyur, Peyğəmbər deyir. Sonra deyir, məlundur, məlundur. O kişi ki, öz ailəsini zay eləyər. Öhdəsində olan, ona ehtiyacı olan kişiləri nədir? Başqasına möhtac edir. Biz bu günləri bəzən danışırıq, bu insanlar, bəli, harınlıqdan pis yola düşənlər var. Allah belə insanlara lənət eləsin ki, harınlıqdan pis yola düşür. Harınlıqdan oğru olur, harınlıqdan fahişə olur. Belə insanlar var.
Amma bəzən də ehtiyacdan oğru olanlar var, ehtiyacdan fahişə olanlar var. Mən üzr istəyirəm bu ifadəmə görə. Bunların da məsuliyyətini sən daşıyırsan, mən daşıyıram. Bir ailə sahibi kimi mən gedib öz keyfimlə məşğul oldum. Öz ailəmə, sən öz ailəvə, biz öz öhdəmizdə olan övladlarımıza diqqətlə baxa bilmədik. Gedib nə oldu? Pis yola düşdü, oğru oldu, narkoman oldu, filan oldu, bəsməkan oldu. Peyğəmbər lənətləyir bu kişilərə ki, məlundur o kişilər ki, onlar gedib öz işləri ilə məşğul olub ailələrini nə eləyərlər? Kimlərəsə möhtac qoyarlar və ailə də, uşaq da, övlad da bir müddətdən sonra görər ki, mən heç bir şey eləyəmirəm. Nə eləyim? Ya pis yola alatar, ya pis yolun yolcusu olar. Allah gənclərimizdən, balalarımızdan uzaq eləsin bu şeyləri. Ona görə baxın, şəhid səviyyəsində olan kişi kimdir? Qiyamət günündə İmam Hüseynlə, Kərbala şəhidləri ilə, şəhidlərlə bərabər gələ bilən və o məqama ləyaqəti olan kişi kimdir? Ailəsinin güzaranı üçün çalışan kişi. Ailəsini heç kimə möhtac qoymayan kişi. Ən azından Allah yanında ilahi pərverdigara, bu övlad pis oldu, bu qadın pis oldu, bu ailə pis oldu. Amma mən pis olmadım, mən öz əlimdən gələni elədim. Allah yanında sözün olar da deməyə. Bir də var, yox, getdin elə səhərdən axşama kimi 101 oynadın, səhərdən axşama kimi oyun çıxartdın, çayxanada oturdun, evdən, ailədən heç kimdən xəbərin olmadı, sonra dedin ki, belə niyə oldu? Bu, bir dənə nümunə dedim, kişilərin ən böyük şərəfli işi ki, əgər bu işi kişi inamla, etiqadla, doğru düzgün yerinə yetirsə, o kimdir? Allah yolunda mücahiddir. Və o, əgər dünyadan köçüb gedərsə, şəhid hökmündədir, yəni şəhid məqamındadır. Şəhidin, döyüşdə şəhidin müəyyən imtiyazları var, amma məqam cəhətdən qiyamət günündə ondan eyni yerdə gələcək. Və o kişi bilsin, yenə də bunu altından xət çəkərək deyirəm, Peyğəmbər bu kişilərin əllərini öpür və bunu bizə Səd Ənsarinin simasında təqdim edir. Sənin bu əlində olan qabar işivə görə, zəhmətivə görədir, bu əli od yandırmaz, Peyğəmbər deyir, öpür qoyur öz gözlərinə. Bu, kişinin ən şərəfli işi ki, əgər bunu görürsə, şəhiddir. Heç ona qismət olmasa da döyüşmək. Sabah, məsələn, biz dua edirik ki, İmam Zaman ağa ilə bərabər olay, Allah şəhadət nəsib eləsin filan. Bütün bunlar onlara qismət olmasa da, bu cür yaşayıbsa, bilsin ki, o şəhidlərlə eyni səviyyədə olmaq imkanını bu dünyada öz əməlləri ilə əldə edib. Yaxşı, qadın üçün ən şərəfli iş hansıdır? Bu kişilərə aiddir. Qadına şəhidlik məqamını verən ən yaxşı iş hansıdır? Rivayətlərdə var, deyir, qadınlar, Peyğəmbər sallallahu aleyhi və səlləm ki, əmr elədi, kişilər cihad eləyir, kişilər döyüşməlidir, qadınlar evdə olmalıdır. Bir qrup qadınlar ağlaya-ağlaya gəldilər Rasulullahın yanına. Ya Rasulallah, elə hər şeyin yaxşısı kişilərin, cihad kişilərin, şəhadət kişilərin, biz elə oturmuşuq evdə. Bəs bizə nə çatır? Peyğəmbər sallallahu aleyhi və səlləm baxdı, təbəssüm elədi, qadınlar belə deməyin. Siz də nədir? Kişilərin əldə etdiyi məqamları əldə eləyə bilərsiniz. Lakin müəyyən işlərə nə eləməlisiniz? Diqqət eləməlisiniz. Ona görə Peyğəmbər onlara belə deyirdi, cihadul mər'əti husnut təbə'ul. Qadının cihadı öz ərinə yaxşı ailə olmaqdır. Bu qadının cihadıdır. Yaxşı xidmət eləməkdir. Sən cihadda gedən əskər nə edir ki? Xidmət eləmir. Öz canını fəda eləyir, döyüşür, yaralanır, kimisə qorumaq üçün. Sən ana kimi evində əgər yerindəsənsə, vaxtında övladımın yanındasan, vaxtında yoldaşımın yanındasansa, sən də cihad, elə bir səngərdəsən də, sənin səngərin budur. Nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, məscidul mər'əti beytuha, qadının məscidi onun evidir. Yəni, ay qadın, sənin evin bərbaddırsa, evində yoldaşın səndən narazıdırsa, övladlarının haqqını vermirsənsə, sən məsciddə nə işin var? Nə işin var məsciddə də sənin? Sən öz yoldaşının qulluğunda dayana bilmirsən də, ailəvin qulluğunda dayana bilmirsən də, məsciddə olmamalısan, Peyğəmbər deyir. Sənin yerin evindir. Bəli, ailəvin də qulluğunda dayanırsan.
hər işi yaxşı-yaxşında icra edirsən və məscidə də gəlirsən, lap əla iş görürsən. Gözəl. Görə elə xanımlar, bizim möminə xanımlarımız da məscidə gəlsinlər də. Bunlar burada da bir kəlam öyrənsinlər. Amma qaldı ki, mən əsas vacib işimi qoyub bərbad vəziyyətdə burada gəlib salavat çəkirəm, zikr edirəm səhərdən axşama qədər. Yoldaşım narazıdır. Övladlarım qalıb evdə, bu zikrə heç bir şey verməyəcəklər. Bunu qadın yaxşı anlasın, yaxşı başa düşsün ki, o zikrə heç bir şey verməyəcəklər. Əksinə, o zikr eləmək üsyandır. Çünki vacib qalıb evdə və nə üçün, baxın, Allah icazə vermir qadına ərinin icazəsi olmadan evdən çıxmağa. Allah qadına icazə vermir, ərinin icazəsi olmadan hətta müstəhəb oruç tutmağa icazə vermir. Rəcəb Şəban ayında müstəhəb oruclar tuturlar kişilər. Qadın ərinin icazəsi olmadan tuta bilməz. Bu mənim hökmüm deyil, bu Allahın hökmüdür. Çünki sən əgər bu oruç tutmaqla kişinin haqqına girirsənsə, kişin səndən narazıdırsa, sən ondan icazə almalısan, ondan halallıq almalısan, kişi. Bu məqamı Allah verib kişiyə və sənə də nədir? Analıq, evdə kişinin qədrini bilmək, ailəvə, övladları və diqqətli olmağı sənə tapşırıb. Qadının cihadı nədir? Yaxşı ailə olmaqdır, yaxşı ana olmaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm haman o şikayətə gələn qadınlara deyir, siz niyə narahatsınız? Sizin də cihadınız var, sizin cihadınız var. Və hər bir 9 ay öz bətnində öz övladını 9 ay daşıyan ana elə bir səngərdə döyüşür də. İndi bizim el dilində var, deyir, biz nə qədər kənardan müşahidə eləsək biz kişilər də güc doğan anaya düşür də, belə deyir. Bu hədislər də belə deyir, qardaşlar, o doğumun, doğuş məsələsi var ki, o əməliyyatın ağrısını anadan başqa heç kim bilmir. Çox çətin bir əməliyyatdır. Qadın o uşağı dünyaya gətirməkdə bəlkə də 10 dəfə ölür, dirilir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, qadın hər doğanda elə bil ki, cihad meydanındadır. Əgər uşağı dünyaya gətirərkən ana əgər o anda ölsə, elə bir şəhid hökmündədir. Gələcək şəhidlərlə bərabər uşağı dünyaya gətirən ana o halda ölərsə, elə bil nədir? Şəhid hökmündədir. Bizim nə qədər indi ana bacılarımız indi zamanda da qabaq çox olardı. İndi də inkişaf edeyim, amma yenə də olur. Bütün doğuş vaxtı ölən analar, dünyasını dəyişən analar, Allah onların ruhlarını şad eləsin. Onlar hamısı şəhid hökmündədir. Bu Peyğəmbərin sözüdür. Siz narahat olmayın. Allah sizə də imtiyaz verib. Bunlar hamı qalsın kənara. Baxın, mən sizə gözəl bir rivayət oxumaq istəyirəm Peyğəmbərdən. Xüsusən buna qadınlar diqqətlə qulaq assınlar. Görün, Allah subhanahu və taala şəhidlik məqamını qadına hansı əməllərinə görə verir? Bəzi yüngül əməllər var, müəyyən kəlmələr, sözlər. Qadın onları icra eləsə, onlara diqqətli də olsa, elə bil ki, mücahiddir, elə bil əskərdir, səngərdədir. Ölsə, Allah ona nədir? Hələ ölməmişdir. Dünyada Allah hər gün ona şəhidin nəyin verir? Savabını verir. Bu rivayəti mən istəyirəm Peyğəmbər sallallahu aleyhi və səlləmin dilindən necə gəlibsə elə oxuyun, buna diqqətlə qulaq asın. Rivayətdir, Câ'a rəculun ilə Rasulillah sallallahu aleyhi və səlləm. Günlərin birində bir kişi gəldi Peyğəmbərin yanına. Fəqalə innə li zəvcətən İzə dəxəltü tələqqətni. Allah mənə bir yoldaş verib, evə gedəndə elə, evə girmək istəyəndə məni elə qapının ağzında qarşılayır. Gedirəm evə, Allahım, mənim bir xanımım var, ya Rasulallah. İndi bu öz xanımından Peyğəmbərə danışır. Mənim bir xanımım var ki, necə evə gedirəm, qapının ağzında məni qarşılayır. Sonra və izə xərəctu şəyyətni, evdən çıxan zaman məni müşayiət edir, qapıya qədər məni ötürür. Gələndə məni qarşılayır, gedəndə məni nə edir? Ötürür. Günün uğurlu olsun. Bu söz adamı öldürmür ki. Allah sənin canını sağ eləsin. Günün uğurlu olsun, bərəkətli olsun. Xəta bəla səndən uzaq. Möminə qadın budur da. 2 dənə sözlə, o kişi də deyir ki, mənim dəyərimi bilən bir qadın var evdə.
Haçan mən işimi qutararam, gedərəm evimə. Yox, fikirləşmir ki, haçan işimi qutararam, gedərəm çayxanada 101 oynayaram. Vallahi bəzən söz insanın qəlbini cəm eləyir, evə gətirir. Bir kəlmə. Deyir, ya Rasulallah, evə gələndə məni qarşılayır. Evdən gedəndə nə eləyir məni? Yola salır. Sonra nə eləyir? Deyir, və izə rəətni məhmumən qalət li ma yuhimmuka. Deyir, məni qəmli görəndə gəlir mənə deyir ki, kişi, səni qəmləndirən nədir belə? Bu qəm qüssə nədən sənə nədir? Düçar olub. Niyə bürüyüb səni bu qəm qüssə? Deyir, sonra mənə belə deyir. İn kuntə təhtəmmu li rizqikə fəqət təkəffələ ləkə bihi qeyruka. Və in kuntə təhtəmmu bi əmri axirətikə fəzadəkəllahu həmmə. Deyir ki, niyə qəmlisən? Əgər qazanca, ruziyə görə qəmlisənsə, buna səndən başqası kəfil dayanıb. Yəni, Allah kəfildir ruziyə. Nəyin qəmini çəkirsən? Eləmə, fikirləşmə. Fikirləşirsən, sabah evə nə gətirəcəksən? Bunun fikrini eləmə, Allah kəfildir. Əgər qəmin qüssən ruziyə görədirsə, səndən başqası ona kəfildir. Bu fikri öz başından at. Əgər qəmin qüssən axirət üçündürsə, Allah sənin qəmi qüssəvi biraz da artırsın. Deyir, yoldaşım mənə belə deyir. Niyə? Çünki insan nə qədər axirət barədə çox düşünsə, bir orada nədir? Düzgün yolda olur. Deyir, qadının mənə belə deyir. Qəm dünya üçündürsə fikirləşmə. Axirət üçündürsə, axirət üçün qəmlisənsə, Allah qəmi və qüssəvi birazdan eləsin, artırsın. Bu kişi bu formada öz həyat yoldaşını Peyğəmbərə nə elədi? Vəsf elədi. İndi görün Peyğəmbər onun yoldaşı barədə nə deyir? Fəqalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm Peyğəmbər deyir, İnnə lillahi ummalən. Kişi, Allahın bu yaradılış aləmində məmurları var, işçiləri var. Məsələn, onlardan biri kimlərdir? Mələklərdir, məmurdur. Hər şeyə görə nədir? Allahın işini icra edirlər. Fəhəzihi min ummalihi. Sənin evdə bu qadının Allahın işçilərindən biridir. O adi insan deyil. Yəni, sanki sənin evdə olan xanımın bizim el dilində nədir o? O mələkdir, o insan deyil. Yəni, kişi ged şükür elə Allah sənə belə bir xanım nəsib eləyib ki, sənə baba bu xüsusiyyətlərlə nədir? Xidmət eləyir. Sonra Peyğəmbər nə deyir? Maraqlı tərəfi budur ya mənim. Bütün bu sözü deməkdə gəlib bunu demək istirdim sizə. Hadihi min ummalihi. Bu Allahın işçilərindən, məmurlarından biridir. Mələkdir o. Bəşər simasında da olsa. Ləha nisfu əcri şəhid. Onun hər günü üçün, hər vaxtı ki bu işi səndən icra edir, Allah ona yarım şəhidin savabını verir. Bir şəhidin yox, yarım şəhidin. Nə qədər yaşayır bu qadın? Nə qədər sən kişi gələndə onu qarşılayırsan, yola salırsan, qəmli olanda onun yanında olursan, yarım şəhid, yarım şəhid, yarım şəhid. Ey, minlərlə şəhidin savabını qadın 3 dənə kəlmə ilə, 3 dənə hərəkətlə qazana bilər. 3 dənə hərəkətlə. Yoldaşın evə gəldi, xoş gəlmisən. Yoldaşın evdən gedir, yaxşı yol. Qəmli olanda nəyin fikrini edirsən? Allah kərimdir. Baxın, vallah, billah, bəzən bu adi kəlmələr evə səadət verir, rahatlıq verir, gözəllik verir. Biz bunlara diqqət eləsək, vallah, bəzən problemlərimiz olmaz. Bizim problemlərimiz nədir? Hələ ancaq ikinci dərəcəli məsələlərə görə deyinmək. Bax, Peyğəmbər deyir, bu sənin evində olan mələkdir. Ona görə xoş o qadının halına ki, kişi öz vəzifəsini bilir, qadın da öz vəzifəsini bilsin. Qadın öz vəzifəsini bilir, kişi də öz vəzifəsini bilsin. Çünki bu iki əməl ki qeyd elədim, Allah bu əməllə insanı ucaldır, eləyir hansı səviyyədə? Şəhidin səviyyəsində. Həqiqətən də Peyğəmbər deyəndə ki, kişinin xoşbəxtliyinin əlamətləri var. 3 dənə əlamət qeyd edir də Peyğəmbər hədisdə. Birincisi nədir? Onun geniş, özünə uyğun evinin olması. Yəni, qonağın yanında xəcalatlı olması ki, özünü, o ailəvin yatması üçün yerin var, bu qonaq qəbulləməyə də bir yerin var. Bu kişinin xoşbəxtliyinin nədir? Səbəblərindən biridir. İkinci, özünə uyğun miniyinin olması. Yaxşı minik. Keçmişdə at idi, indi nədir? Maşındır. Bu da xoşbəxtliyin səbəblərindən. Üçüncü, itaətkar zövcə, itaətkar qadın. Bu kişini, bu ikisindən də ən önəmlisi itaətkar qadındır. Çünki
Evin lap belə qəsr olsun. Yoldaşın yaxşı deyilsə, o qəsri sənin üçün cəhənnəmə çevirəcək. Bu həm kişi tərəfdən belədir, həm qadın tərəfdən. O deyir, bir qadın gedir mollaya. Deyir ki, kişi səhər çıxır, saat 8-də gedir, axşam saat 6-da, 7-də, 8-də qayıdır evə. Qayıdan kimi də nədir? Məni zəhərləyir. Mənlə arası yoxdur. Bilmirəm, nə eləmişəm mən buna. Xahiş edirəm, bir də mənim üçün bir cızmaqara elə. Bu kişi ilə mənim aramda bir şirinlik yarat. Deyir, yaxşı. Kişi baxır buna. Deyir, yaxşı, sənin üçün bir dənə dua yazıram. Sən gördün ki, kişi gəlir evə, bu duanı sal ağzıva, dişinlə onu möhkəm sıx. Bir müddətdən sonra görəcəksən ki, evdə bütün problemlərin həll olur. Bir də cızmaqara eləyir belə, verir ona. Bu da gəlir evə. Gəlir, görür kişinin gələn vaxtıdır, qapı döyülür, baxır kişi gəlir, qoyur duanı sıxır. Kişi girir içəri, salamun aleyküm, nə var, nə yox. Yeməyə şükürün dillə oxuyur. Öz-özündə deyir ki, ilahi, sənə çox şükür. Bu dua deyəsən birinci gündən öz təsirini qoymaya başladı. Allah səndən razı olsun, mollaya deyir. İndi 2 gün, 3 gün, 5 gün gör evdə mehribançılıqdır. Deyir, yox, gedin bir paypuş götürüm, aparım mollanın evinə. Allah səndən razı olsun, Allah sənin dədvi rəhmətləsin. Nəsə yazdın, mənim evim abad oldu. Gəlir mollanın yanına, deyir ki, Allah səndən razı olsun, sənin əlvə Allah bərəkət verib, sənin əlin nə qədər yüngülüdür. Birinci gündən, deyir, evi tikilmiş qadın, sənin problemin duada ör. Sənin problemin sənin dilində idi, mən sənin ağzını bağladım, sənin evin düzəldi. Sənin problemin sənin qırqırında idi. Kişi gələn kimi başlayırdın ondan qırqırlamaq, o da danışırdı, dalaşırdı səndən. Mən nə dua yazmışam, nə bir şey. Gedək açdın, baxsın, görərsən mən elə qələmdən sürtmüşəm onu o tərəfə, bu tərəfə. Sən sadəcə olaraq dişini sıxa bilmirsən. Sıxa bilsəydin, cənnət yaşayardın. Gördün ki, bir həftə sakitsən, evdə də hər şey sakitçilik idi. Ona görə əziz qardaşlar, bəzən kişi olsun, qadın olsun, öz əməli ilə öz evini cənnət eləyir, öz əməlləri ilə də öz evini nə eləyir? Cəhənnəmə çevirir. Biz həm kişi olaraq, həm qadın olaraq ucala bilərik. Elə məqama yüksələ bilərik ki, o məqamdan üstün məqam yoxdur. O da hansı məqamdır? Şəhidlik məqamı. Nə ilə? Kişi yaxşı ailə başçısı olmaqla, qadın da yaxşı ana, yaxşı yoldaş olmaqla. 3-4 kəlmə səni şəhid məqamına yüksədir. Sənə yarım şəhidin hər gün savabını verir. Sənə bir şəhidin savabını verir. Biz bu kəlmələrlə əgər bunlara diqqət eləsək, biz nələri əldə eləyərik? Amma təəssüf ki, nədir? Biz bu gözəllikləri qoymuşuq kənara, ancaq filan kəsdə var, məndə yoxdur. Filan kəs niyə aldı, mən ala bilmədim. Belə şeylərlə biz öz evimizi yıxmışıq. Allah bizim aqibətimizi, axirətimizi xeyirli eləsin. Allah bir daha şəhidlərimizi rəhmət eləsin. Bizi o şəhidlərin məqamına öz əməllərimizlə ucalmağı, bu hal həyatı nə qədər, bilmirik kimin aqibəti necə olacaq. Ucalmağa nəsib eləsin. Sonumuzu da Allah şəhidlik, şəhadət qərar versin inşallah. O da ən üstün, ən gözəl ölümdür. Allah hamımızdan razı olsun. Allah İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizi də onun zuhuruna hazır olanlardan qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim. Vəl-asri innəl insana ləfi xusr illəl-ləzīnə amanu və amilus-salihati və təvasav bil-haqqi və təvasav bis-sabr. Amennā billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmi'an və rahmetullahi və barakatuhu.